Bu üsulu öğrenene kadar yarpaqları her zaman quru-quru bağlayırdım. Keçən il bu üsulla hazırladım, o kadar beğendim ki ve bu il sizlə də paylaşmağı düşündüm. Əvvəlcə yarpaqları dəstələyirik. Saplaqları uzun olarsa biraz qısalda bilərsiniz, amma tam olaraq kəsməyin, çünki üzüm yarpağının saplaqları ona turşuluq verir və yarpağı həm xarab olmağa qoymur, həm də çox gözəl saxlayır. Aralarına da mütləq duz səpərək bankanı tam olaraq doldururuq. Mən yodsuz turşu duzundan istifadə etdim. Siz adi xörək duzundan da istifadə edə bilərsiniz. Çox rahat və asan bir üsuldur. Siz də mütləq sınaqdan keçirdin. Bankaları tam olaraq doldurduqdan sonra sonda üzərinə yenə də bir qədər duz əlavə edirəm və üzərinə çıxana qədər çaydandan qaynaya-qaynaya su əlavə edib dərhal qapağını möhkəm bağlayıram. Və bir gün bunları qalın büküb saxlayıram ki, bankanın dibində olan yaşıl yarpaqlar da saralsın. Gördüğünüz kimi bu kadar rahat ve çok asan bir üsuldür. Sizler de sınavdan keçirdin. Eminim ki çok beğeneceksiniz.